Bu dərsimizdə isə sizinlə məntiq funksiyalar haqqında danışacağıq. Konkret misallarda mövcud məntiq funksiyalarının istifadəsini gözdən keçirəcəyik. Diqqətinizə çatdırım ki, mürəkkəb formulaların yaradılmasında məhz məntiqi müqayisə əsasında nəticənin alınması üçün bu funksiyalardan istifadə edilir. Odur ki, gəlin misallarda bu funksiyaların istifadəsinə baxaq. Birinci, if funksiyasının istifadəsinə baxaq. If funksiyası əgər müqayisənin nəticəsi doğru cavabını verərsə, yəni true cavabını verərsə, bir qiymət, yox əgər yanlış, yəni false cavabını verərsə, bir başqa qiyməti nəticə olaraq verəcəkdir. Gəlin if funksiyasının istifadəsinə praktik şəkildə baxaq. Məsələn, deyək, A1 xanasına yazacağımız qiymət 100 rəqəmindən böyük olarsa, bir nəticə, yox əgər kiçik olarsa, digər bir nəticə verməsi üçün formulanı daxil edək. Xananı seçib, funksiya düyməsinə basaraq, açılmış funksiyalar pəncərəsində logical, yəni məntiqi funksiyalar qrupunu seçib, if funksiyasını seçdikdən sonra OK düyməsinə basın. Gördüyünüz kimi, 3 arqumenti vardır. Birinci arqument olaraq müqayisəni daxil edirik. Dediyimiz kimi, əgər A1 xanasına yazılmış rəqəm 100 rəqəmindən böyük olarsa, yəni A1 böyükdür 100. Əgər daxil edəcəyimiz rəqəm doğrudan da bu bərabərliyi doğruldacaqsa, yəni doğru cavabını alarsa, bura daxil edəcəyimiz mətn fraqmenti ekrana çıxsın. Məsələn, deyək, Bahadır deyə ekrana çıxsın. Yox, əgər yanlış cavabını verərsə, almaq olar, münasibdir. Cavabı ekrana çıxsın. Daxil etdikdən sonra OK düyməsinə basın. Yəni, əgər mən 10, 20, yəni 100-ə qədər olan rəqəmləri daxil edərəmsə, bu cavabı, yox əgər 100-dən böyük rəqəmi daxil edərəmsə, məsələn, deyək 105, Bahadır, mətn fraqmenti ekrana çıxacaqdır. Yəni, bir daha baxaq. Gördüyünüz kimi, deməli, birinci arqument olaraq müqayisə daxil edilir. Harada ki, burada aparılır. Əgər bu müqayisə doğru cavabını verərsə, yəni doğrudan da A1 xanasına daxil edilmiş rəqəm 100 rəqəmindən böyük olarsa, yəni cavab doğru olarsa, Bahadır mətn fraqmenti, yox əgər yanlış cavabını verərsə, almaq olar, münasibdir deyə ekrana çıxacaqdır. Biraz sonra biz sizinlə bu funksiyadan, yəni if funksiyasından hansı ki ən çox istifadə edilir, onun daha mürəkkəb formulalarda istifadə edilməsi qaydasına baxacağıq. Amma hələ ki, gəlin digər funksiyalarda nəzər salaq. Or funksiyası nəticə olaraq true cavabını verir. Əgər arqumentlərindən biri heç olmasa true cavabını verərsə. Gəlin baxaq. Deyək, bu xanada nəticəni almaq istəyirik. Xananı seçib, funksiya düyməsinə basaraq, açılmış məntiqi funksiyalar siyahısından or funksiyasını seçib OK düyməsinə basarıq. Gördüyünüz kimi, arqument olaraq istədiyiniz qədər arqumenti daxil edə bilərsiniz. Məsələn, A2 xanasında əgər daxil edəcəyimiz rəqəm 100 rəqəmindən kiçik olarsa və yaxud da A3 xanasındakı rəqəm 50 rəqəmindən böyük olarsa, xanaya true cavabı daxil edilsin. Gördüyünüz kimi, A2 böyükdür 100-dən, A3 böyükdür 50-dən. Əgər mən bura 1000 yazaramsa, false cavabını alacam. Yox, əgər 60 yazaramsa, true cavabını alacam. Buna səbəb verilmiş arqumentlərdən birinin düz olmasıdır. Əgər verilmiş arqumentlərdən hər ikisi yanlış cavabını alarsa, or funksiyası da yanlış cavabını nəticə olaraq verəcəkdir. Gəlin baxaq. Deyək, A2 xanasında yazdığımız kimi
100 rəqəmindən əgər kiçik olarsa, gördüyünüz kimi 60 rəqəmi 100 rəqəmindən kiçikdir. Demək ki, true cavabını verir. Əgər avuc xanasına yazacağımız qiymət 50 rəqəmindən böyük olarsa, yəni yanlış olaraq deyək, 40 rəqəmini daxil edək. Yəni ikinci arqument baxmayaraq ki, yanlış cavabını verir. Birinci arqument isə true cavabını verdiyinə görə OR funksiyası nəticədə true cavabını verəcəkdir. Əgər hər iki arqument yanlış cavabını verərsə, məsələn deyək, nəticədə false cavabını alacağıq. Yəni, nə birinci arqument olaraq A2 xanasına yazılan rəqəm 100 rəqəmindən kiçikdir, gördüyünüz kimi, yəni 100 rəqəmindən böyükdür, demək ki, yanlış cavabını alır. Həmçinin də avuc xanasına yazılan 40 rəqəmi də 50 rəqəmindən böyük olmadığına görə, yanlış cavabı aldığına görə false cavabını verir. Bir daha qeyd edirəm, bu iki arqumentdən heç olmasa biri true cavabını alarsa, nəticə olaraq true cavabını verəcəkdir. AND funksiyası. Bu funksiyanın isə hər iki arqumenti true cavabını verməlidir ki, true olaraq nəticəni versin. Gəlin baxaq. Bərabər işarəsini xanaya daxil etdikdən sonra funksiya düyməsinə basırıq və açılmış məntiqi funksiyaları siyahısından AND funksiyasını seçib OK düyməsinə basırıq. OR funksiyasından fərqli olaraq burada bir deyil, hər iki arqument true cavabını verməlidir. Gəlin baxaq. Deyək, A2 xanasına daxil edilmiş rəqəm əgər 100 rəqəmindən kiçik olarsa, və avuc xanasına yazılmış rəqəm 50 rəqəmindən böyük olarsa, arqumentlərini daxil edib OK düyməsinə basırıq. Nəticədə false cavabını alırıq. Buna səbəb hər iki arqumentin yanlış cavabını verməsidir. Yəni, diqqət etsəniz, A2 xanasına yazılan rəqəmin 100 rəqəmindən kiçik olması müqayisəsini yazmışıq. Bu isə gördüyünüz kimi 110, yəni 110 rəqəmi 100 rəqəmindən kiçik deyil. Əgər biz burada 90 yazarıqsa, yenə də false cavabını alacağıq. Buna səbəb bu müqayisənin cavabı true olsa da, yəni doğru cavabı olsa da, ikinci arqument false cavabını verdiyinə görə AND funksiyası nəticədə false cavabını verir. Əgər ikinci arqumentin də doğru cavabı verməsini düzəldəriksə, məsələn, deyək, bura 60 yazaq, yəni 50-dən doğrudan da böyükdür, və nəticədə true cavabını alacağıq. Yəni, daxil edilmiş hər iki arqument true cavabını nəticə olaraq verdiyinə görə AND funksiyası nəticədə true cavabını verəcəkdir. NOT funksiyası. Arqument olaraq daxil etdiyimiz məntiqi ifadənin nəticəsinin əksini nəticə olaraq verir. Cəmi bir arqumenti vardır. Gəlin baxaq. Xananı seçib, formula bölməsindən logical menüsünü açaraq NOT funksiyasını daxil edirsiniz. Məsələn, deyək, 5 böyükdür 5-dən. Şübhəsiz ki, bu məntiqi ifadənin nəticəsi false, yəni yanlış olacaqdır. Amma NOT funksiyası nəticə olaraq true cavabını verəcəkdir. Əgər formulada dəyişiklik edəriksə, məsələn deyək, xananı seçib, formula sətrində formulada dəyişiklik edəriksə, məsələn 5 bərabərdir 5, bilirik ki 5 bərabərdir 5, yəni bu true cavabını almalıdır. NOT funksiyasına görə false cavabını verəcəkdir. If error funksiyası. Bu funksiya əgər formulanın nəticəsi xəta cavabını verərsə, öncədən müəyyən edəcəyimiz cavabı verəcəkdir. Əks təqdirdə funksiya formulanın nəticəsini ekrana çıxaracaqdır.
Bu funksiyanın cəmi 2 arqumenti vardır və hər 2 arqument mütləq daxil edilməlidir. Gəlin baxaq. Deyə bu xanada A1 xanasındakı rəqəmi A2 xanasındakı rəqəmə bölərək cavab almaq istəyirik. Və bildiyimiz kimi, bölmə operatoru istifadə edilən formulada əgər bölən daxil edilməzsə və ya formulada bölən kimi istifadə edilən istinad xanası boş olarsa, onda xəta cavabı veriləcəkdir. Əgər siz xanada xəta cavabını deyil, məhz xəta baş verdikdə öncədən müəyyən edəcəyiniz bir cavabın xanaya yazılmasını istəyirsinizsə, if error funksiyasından istifadə edə bilərsiniz. Gəlin formulanı daxil edək. Xananı seçib, Formulas bölməsində olan Function Library qrupundan məntiqi funksiyaların yerləşdiyi Logical menüsünü açırıq və if error funksiyasını seçirik. Funksiyanın arqumentlərini daxil etmək üçün kiçik bir pəncərə açılacaqdır. Value birinci arqument olaraq bölmə əməliyyatını daxil edirik, yəni A1 xanasını A2 xanasına bölürük. İkinci arqument isə əgər bu bölmə əməliyyatı xəta cavabını verərsə, yəni bölünən yazılmadıqda bildiyimiz kimi xəta cavabını verəcəkdir, onda ikinci arqument olaraq yazacağımız yazı xanaya nəticə olaraq daxil ediləcəkdir. Əks təqdirdə xəta baş verməzsə, bu bölünənin cavabı xanaya daxil ediləcəkdir. Gəlin baxaq. İkinci arqumenti daxil edək. Bölən daxil edilməmişdir. Yəni, əgər bu bölmə əməliyyatı xəta cavabını verərsə, onda xanaya gördüyünüz bu yazı daxil ediləcəkdir. Daxil edib, OK düyməsinə basırıq. Hər iki operant daxil edildiyinə görə, formulanın nəticəsi xanada yazıldı. Yox, əgər mən buradan 2 rəqəmini silərəmsə, nəticədə xəta cavabı baş verdiyinə görə, ikinci arqument olaraq bölən daxil edilməmişdir sözü xanaya daxil edildi. Digər 2 ədəd məntiq funksiyasına da baxaq. Bunlardan biri false, digəri isə true funksiyasıdır. Həm false, həm də true funksiyasının heç bir arqumenti yoxdur. Onlar sadəcə olsun false və true cavabını nəticə olaraq verirlər. Yazılma qaydası isə xananı seçərək bərabər işarəsini daxil etdikdən sonra false funksiyasını əlavə edib mötərizəni açıb və bağlayırsınız. Eyni ilə true funksiyasında yazmaq olar. Gördüyünüz kimi. Bu iki funksiyanın istifadəsi qaydasına növbəti dərslərimizdə onları digər funksiyalar ilə bir yerdə istifadə etdikdə yaxından tanış olacaqsınız. İndi isə bu funksiyaları mürəkkəb formulaların hazırlanmasında istifadə edilməsi qaydasına baxaq. Gördüyünüz kimi iş kitabında Olimpiada yarışmasının nəticələrini göstərən bu cür bir cədvəl hazırlamışıq. Harda ki, Olimpiada iştirakçılarının adları, verilmiş 100 sualdan doğru cavablandırılan sualların sayı, yanlış cavablandırılan sualların sayıları və doğru və yanlış cavablandırılan sualların əsasında müəyyən edilmiş balların da daxil olduğu sütunlar vardır. Gördüyünüz bu boş sütunda isə if funksiyasından istifadə edərək bu istifadəçilərin hansılarının birinci, ikinci və üçüncü yerə çıxdıqlarını müəyyənləşdirməliyik. Və formulanı daxil etdikdə isə yanlış cavablandırılan sualların 4 dənəsinin bir doğru cavabı sildiyini nəzərə almalıyıq. Gəlin formulanı daxil edək. Birinci yerə çıxan iştirakçılar 80 baldan yuxarı, ikinci yerə çıxan iştirakçılar 80-dən aşağı 55-dən yuxarı, üçüncü yerə çıxan isə 55-dən aşağı 30-dan yuxarı bal toplamalıdır. Odur ki, gəlin formulanı daxil edək. Xananı seçib, formula sətri qarşısında olan funksiya düyməsinə basaq. Və açılmış pəncərədən isə
if funksiyasını seçib OK düyməsinə basaq. Pəncərə açıldıqdan sonra müqayisəni daxil edək. Dediyimiz kimi, birinci yerə çıxan iştirakçılar 80 baldan yuxarı bal toplamalıdır. Odur ki, balların yazıldığı xanadan birinci xananı seçib, müqayisəni daxil edirik. Dediyimiz kimi, 80 baldan yuxarı olmalıdır. Odur ki, K8, yəni K8 xanası, yəni K8 xanasına yazılan qiymət 80 baldan yuxarı olmalıdır. Əgər bu müqayisə doğru cavabını alarsa, birinci yer, yox əgər yanlış cavabını alarsa, ikinci və ya üçüncü yer deyə yazılmalıdır. Gördüyünüz kimi, yanlış cavab nəticəsində iki seçim olduğundan ikinci if funksiyasını daxil etmək lazımdır. Odur ki, mən indi funksiyanı bütövlükdə daxil edərək nəticəni almağa çalışacağam və daha sonra formulanı sizinlə birlikdə daha ətraflı addım-ba-addım izah edəcəyik. Diqqətlə baxın. Funksiyanın arqumentlərini tam daxil etdikdən sonra OK düyməsinə basırıq. İndi isə gəlin, formula sətrində daxil etdiyimiz formulanın işləmə prinsiplərinə aydınlıq gətirək. Əgər diqqət etsəniz, formulada 3 ədəd if funksiyasından istifadə edilmişdir. Bu funksiyanın 3 dəfə istifadə edilməsinə səbəb isə toplanan balların sayına uyğun yerlərin məhz birinci, ikinci, üçüncü yerlərin müəyyən edilməsidir. İndi isə gəlin addım-addım formulanın alqoritminə baxaq. Zaman keçdikcə daha mürəkkəb formula qurmağı öyrəndikdən sonra siz formulaları formula sətrində həm oxuya biləcəksiniz, həm də onlarda olan yanlışlıqları aradan qaldıra və ya redaktə əməliyyatını apara biləcəksiniz. Mən sizə bunu hər iki qayda ilə həm formula sətrində, həm də funksiya düyməsinə basaraq açılan if funksiyasının pəncərəsində izah etməyə çalışacağam. Düzdür, bu iki variantdan deyərdim ki, sizə ən asan gələni şübhəsiz ki, funksiya pəncərəsi olacaqdır. Gəlin baxaq. Bərabər işarəsindən sonra if funksiyasını daxil etmişik. Ondan sonra funksiyanın arqumentlərini daxil etmək üçün mötərizə açmışıq. Və bildiyiniz kimi, if funksiyasının birinci arqumenti iki operandın müqayisə edilməsidir. Odur ki, birinci yerə çıxacaq iştirakçıların ballarının sayı 80-dən yuxarı olacağını nəzərə alaraq, balların toplandığı xananı seçib, böyükdür işarəsini daxil edib, 80 rəqəmini də daxil etmişik. Bu isə, əgər xanaya yazılacaq rəqəmin 80 rəqəmindən böyük olarsa deyə anlamına gəlir. Əgər olarsa, yəni daxil etdiyimiz müqayisə doğru cavabını verərsə, onda bu xanaya birinci yer deyə yazılsın. Əksi təqdirdə ya ikinci, ya da üçüncü yer deyə yazılsın. Gördüyünüz kimi, daxil etdiyimiz müqayisə yanlış cavabını aldıqda iki cavabdan birinin daxil edilməsi gərəkli olur. Yəni, bilavasitə bizə növbəti iki variant arasından seçim etməyi tələb edir.
Bu iki seçim arasından da hansısa kriteriyalara görə, hansıları ki bilirik, seçim etmək lazımdır. Odur ki, ikinci if funksiyasına gərək duyulur. İkinci if funksiyasını daxil edirik. Əvvəldə də qeyd etdik ki, ikinci yerə çıxacaq iştirakçıların balları 80-dən aşağı, 55-dən yuxarı olmalıdır. Odur ki, ikinci if funksiyasının birinci arqumenti bir müqayisədən deyil, iki müqayisədən ibarətdir. Bunun üçün if funksiyası daxilində digər bir funksiyamızı da daxil edirik. And, yəni və funksiyası. Odur ki, davam edərək mötərizəni açıb and funksiyasını daxil edirik. Sonra isə and funksiyasının arqumentlərini daxil edirik. Mötərizə açıb, xananı seçib, birinci müqayisəni daxil edirik. Yəni K8, yəni K8 xanası, xananın koordinatları nəzərdə tutulur, kiçikdir 80-dən, nöqtəli vergül işarəsini əlavə etdikdən sonra isə and funksiyasının ikinci arqumentini də, ikinci müqayisəni də daxil edirik. K8 böyükdür 55-dən. Yəni anladığınız kimi, ikinci yerə çıxacaq iştirakçıların balları 80-dən aşağı, 55-dən yuxarı anlamına gəlir. Yazıb mötərizəni bağlayırıq. Yəni anladığınız kimi, and mötərizə işarəsi K8 kiçikdir 80-dən, nöqtəli vergül, K8 böyükdür 55-dən, yəni daxil etdiyimiz bu funksiya özü if funksiyasının birinci arqumentini əvəz edir. Əgər daxil etdiyimiz bu funksiyanın cavabı doğru olarsa, yəni true cavabını alarsa, onda bu ikinci if funksiyasının ikinci arqumenti olaraq ikinci yer sözü xanaya daxil edilsin. Əksi təqdirdə üçüncü yer deyə yazılsın. Amma yadınızdadırsa demişdik ki, üçüncü yerə çıxan iştirakçılar 55-dən aşağı, 35-dən yuxarı bal toplasınlar. Odur ki, burada üçüncü if funksiyasına gərək duyulur. Onda onu da daxil edirik. Demək, üçüncü if funksiyası ikinci if funksiyasının üçüncü arqumenti olaraq daxil edilir. Yəni, ikinci if funksiyasının birinci arqumenti yanlış cavabını alarsa, üçüncü if funksiyasının nəticəsi veriləcəkdir. İndi isə üçüncü if funksiyasını daxil edirik. If, mötərizə açırıq və üçüncü yerə çıxacaq iştirakçıların 55-dən aşağı, 35-dən yuxarı bal toplamaları gərəkli olduğuna görə bir daha and funksiyasına müraciət edirik. Odur ki, and funksiyasını daxil edirik. Daxil etdikdən sonra balların yazıldığı cədvəl sütununun birinci xanasını bir daha seçib, yəni K8 xanasını bir daha seçib, dediyimiz kimi 55-dən aşağı, yəni kiçikdir 55 və xananı bir daha seçib, böyükdür 35 yazırıq və mötərizəni bağlayırıq. Eyni ilə and mötərizə işarəsi K8 kiçikdir 55, nöqtəli vergül K8 böyükdür 35 mötərizə işarəsi bağlanır. Bu isə üçüncü if funksiyasının birinci arqumentini əvəz edir. Və əgər bu and funksiyasının cavabı true, yəni doğru cavabını verərsə, onda xanaya üçüncü yer deyə yazılsın. Yox, əgər iştirakçıların topladıqları ballar bu göstəricilərdən də aşağı olarsa, onda səviyyə çox aşağıdır deyə xanaya yazılsın. Formulanı daxil etdiyiniz zaman qoyulacaq mötərizələrin sayına və yerinə diqqət edin. Əksi təqdirdə Excel bunu sintaksis xəta kimi qəbul edərək xətanı düzəltməyinizi sizdən tələb edəcəkdir. Düşünürəm, izahat hər kəsə tam olaraq aydın oldu. İndi isə gəlin bu formulaya bir daha funksiya pəncərəsində baxaq. Bunun üçün formula yazılan xananı seçib, bu funksiya düyməsinə basırıq. Budur, pəncərə açıldı. Baxaq. Bildiyiniz kimi if funksiyasının 3 arqumenti vardır. Birinci arqument, əgər ballar yazılan xanalardakı qiymətlər, yəni bu sütun nəzərdə tutulur, 80 rəqəmindən böyük olarsa, yəni bu müqayisə doğru cavabını verərsə, gördüyünüz kimi value if true, yəni müqayisə doğru cavabını verərsə,
xanaya birinci yer deyə yazılsın. Yox, əgər false, yəni yanlış cavabını verərsə, onda bu sətrə yazacağımız yazı xanaya çıxmalıdır. Yəni ikinci və ya üçüncü yer deyə yazılmalıdır. 2 ədəd seçim olduğuna görə, əvvəldə də qeyd etdik ki, digər if funksiyasına gərək duyulur. Odur ki, value if false sətrində ikinci if funksiyasını daxil etmişik. Diqqətlə baxın, if mötərizə işarəsi açaraq birinci arqumenti daxil edirik. Birinci arqumentimiz də budur. Müqayisə 2 ədəd olduğuna görə, yəni ikinci yerə çıxacaq şəxslərin ballarının 80 baldan aşağı, 55 baldan yuxarı olması gərəkli olduğuna görə, 2 ədəd müqayisə daxil edəcəyimizə görə, əlavə and funksiyasından da istifadə etmişik. Diqqətlə baxın. If funksiyasını daxil etdikdən sonra mötərizə işarəsini açıb, müqayisə 2 ədəd olduğuna görə and funksiyasını da daxil edib, mötərizə işarəsini bir daha açıb, müqayisələri daxil etmişik. Yəni, K8 kiçikdir 80, yəni 80 baldan aşağı və K8 böyükdür 55, yəni 55 baldan yuxarı. Mötərizəni bağlayıb, if funksiyasının birinci arqumentini daxil etmişik. Əgər bu arqument true, yəni doğru cavabını alarsa, onda xanaya ikinci yer deyə yazılsın. Əksi təqdirdə, xanaya üçüncü yer deyə yazılmalıdır. Və növbəti if funksiyasını əlavə etmişik. Yəni, ikinci if funksiyasının üçüncü arqumenti olaraq ikinci if funksiyasını da əlavə etmişik. If, yəni üçüncü yer üçün isə, diqqətlə baxın, üçüncü yerə çıxacaq iştirakçıların ballarının 55-dən aşağı, 35-dən yuxarı olması gərəkli olduğuna görə bir daha and funksiyasından istifadə etmişik. And, mötərizə işarəsi açaraq K8 kiçikdir 55, K8 böyükdür 35, yəni 55-dən yuxarı və 55-dən aşağı və 35-dən yuxarı. Əgər bu müqayisə doğru cavabını verərsə, yəni true cavabını verərsə, onda xanaya üçüncü yer deyə yazılsın. Yox, əgər bu kriteriya uyğun da ballar toplanmayıbsa, onda ekrana səviyyə çox aşağıdır deyə daxil edilsin. Budur, gördüyünüz kimi. Bütün funksiya çox aydın şəkildə izah edildi və bütün parametrləri daxil etdiyimizə görə OK düyməsinə basaraq formulanın yerinə yetirəcəyi hesablamanın həyata keçməsini təsdiqləyirik. İndi diqqətlə xanalara baxaq. Dediyimiz kimi, əgər iştirakçıların balı 80 baldan yuxarı olarsa, xanaya birinci yer yazılsın. Yox, əgər 80 baldan aşağı, 55 baldan yuxarı olarsa, onda ikinci yer yazılsın. Bura 57 yazıldığına görə bu iştirakçının ikinci yerə çıxdığını bizə göstərir. Digər iştirakçıların da topladıkları ballara görə xanada neçənci yerə çıxdıqlarını göstərmək üçün formulanı bir daha daxil etməliyik. Və yaxud da Excel sizə növbəti bir funksiyada təklif edir ki, eyni sütunda yerləşən xanalardakı formulanı digər xanalara da kopyalamaq üçün bu düymədən tutaraq gördüyünüz kimi aşağı istiqamətdə çəkib formulaları kopyalaya bilərsiniz. Və formulanın nəticəsini bir daha gözdən keçirərək yanlışlığın olub olmamasını yoxlaya bilərsiniz. Diqqətlə baxaq. 81, 80 baldan yuxarı olduğuna görə birinci yer deyə yazılmışdır. 88, həmçinin 53, üçüncü yer. Nəyə görə? Çünki ikinci yerə çıxacaq iştirakçıların ballarının 55-dən yuxarı olması gərəkli olduğuna görə, burada 53 olduğuna görə üçüncü yer yazılmışdır.